2020-ci il sentyabrın 4-ü idi. Şagirdlər hələ də yay tətilində olsalar da, müəllimlər üçün iş başlamışdı. Masallı rayonunun Hüseyin Hacılı kəndində də həmçinin. Məktəb direktoru Yadigar Şəmmədov və həyat yoldaşı Aida müəllimə də məktəbdə idi. Günortaya yaxın Aida müəllimə evə qayıdır. Direktor isə məktəbdə qalır. Amma hələ ki heç kəs bilmirdi ki, az sonra Aida xanımın küt alətlə qətlə yetirilmiş bədəni evinin mətbəxtində tapılacaq. Günorta saatlarında 1962-ci il təvəllüdlü Aida Şəmmədova yaşadığı evdə baş nahiyəsinə küt alətlə vurularaq qətlə yetirilir. Törədilmiş əmələ görə Masallı rayon polis şöbəsinə məlumat verilir və polis əməkdaşları qısa müddət ərzində hadisə yerinə gəlirlər. Yadigar müəllim və Aida xanım eyni məktəbdə dərs deyirdilər. Yadigar müəllim coğrafiya, Aida xanım isə riyaziyyat müəllimi olub. Həmin gün Yadigar müəllim məktəbin direktoru kimi işdə olub. Aida xanım isə evdə imiş. Onların hər ikisi Hüseyin Hacılı kənd məktəbində çalışdıqları üçün kəndin demək olar ki, hər kəs kənddə yaşayan bütün insanlar onların şagirdləri idi. Aida xanımın öldürülməsi faktına görə Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanır. Lakin aparılan çoxsaylı istintaq tədbirlərinə baxmayaraq, qadının öldürülməsində təqsirli şəxsin kimliyi müəyyən olunmur deyə 2021-ci ilin mart ayında Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq icraat dayandırılır. Və beləcə günlər, aylar, illər keçir. Düz 2021-ci il avqustun 25-də cinayət işi əlavə araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilir və sentyabrın 6-sında idarənin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Aqil Axundov tərəfindən icraat yenidən bərpa olunaraq davam etdirilir. İş yenidən araşdırılarkən bir sıra fərziyyələr irəli sürülür. Hadisə yeri üzrə baxış protokolunun təhlili zamanı istintaqda belə bir ehtimal yaranır ki, qətli törədən şəxs mərhumu tanıyıb. Bu qənaətə gəlməyə səbəb zərərçəkmişin həm sağ, həm də sol qol nahiyəsində müşahidə olunan xəsarətlər olub. Bundan başqa, evin pəncərəsində bərkidilmiş torun çöldə yerə düşmüş vəziyyətdə olması da diqqət çəkib. Bu detallara diqqət yetirən istintaq bu nəticəyə gəlib ki, mərhum cinayəti törədən şəxsi tanıyaraq onu ifşa etməyə çalışıb və həmin şəxs də onu sakitləşdirmək məqsədi ilə qollarından tutub zərərsizləşdirməyə cəhd edib. Lakin buna nail olmadığını görüb və qadını qətlə yetirib. Sonra da pəncərədən çıxaraq hadisə yerindən uzaqlaşıb. Evdə dəhlizdəki şkafın əşyalarının yerə tökülmüş vəziyyətdə olması evdə pul və ya qiymətli əşya axtarıldığını düşündürür. Lakin zərərçəkmişin qulağındakı sırğaların çıxarılmaması qətli törədən şəxsin hadisə zamanı özünü itirdiyini və tələsik şəkildə evdən uzaqlaşdığını göstərir. Yəni bir növ qatil evə qətl törətmək üçün girməyib. Sadəcə artıq ifşa olunacağını gördükdə qətli törədib və törədən kimi də artıq tamah məqsədi onun beynindən çıxıb evdən qaçıb gedib. Əks halda o mərhumun sırğalarını götürməli idi. Bu kimi faktları istintaqçılar araşdırırlar və araşdıra-araşdıra onlar çox maraqlı bir məqama gəlib çatırlar. İstintaqçıların işinə yarayan məqamlardan biri də texnoloji innovasiyalar olur. Yəni son illər istintaqçılara xüsusən də belə məsələlərdə telefon antenləri olduqca ciddi kömək eləyirlər. Buna görə də qətli törədən şəxsin müəyyən olunmasında da bizim işimizdə də məhz bu məqam özünü göstərir. Hadisə ərazisinə yaxın bütün mobil əlaqə antenlərinin məlumatları götürülür. Bu məlumatların təhlili zamanı maraqlı bir müşahidə qarşıya çıxır. Müəyyən olunur ki, hadisədən təxminən 10 dəqiqə sonra Şəhriyar Tapdılov adlı şəxsə məxsus mobil nömrə həmin ərazidə aktivləşir və daha sonra ərazidən uzaqlaşır. Yəni, telefon öncədən ora aktiv şəkildə gəlmir. Hadisədən sonra sanki peyda olur. Bu da təcrübəli istintaqçılar üçün yetərincə tutarlı bir şübhə yaradırdı. Şəhriyar Tapdılovun şəxsi məlumatları öyrənilərkən onun həmin dövrdə ailədaxili ciddi münaqişələr yaşadığı bəlli olur.
müxtəlif şəxslərə həm də borclu qaldığı, eləcə də hadisədən 2-3 gün əvvəl Masallı şəhərində yaşamasına baxmayaraq atasının evinə, Hüseyn Hacılı kəndinə gəldiyi dəqiqləşir. Toplanmış sübutların məcmusu əsasında 2022-ci il yanvarın 29-da Masallı rayonunun Hüseyn Hacılı kənd sakini Şəhriyar Əliyar oğlu Tapdılov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə şübhəli şəxs qismində saxlanılır. Ona həmin maddə ilə ittiham elan olunur və məhkəmə tərəfindən 4 ay müddətində həbs qəti imkan tədbiri seçilir və istintaq start götürür. İstintaqın gedişində ona Cinayət Məcəlləsinin başqa cinayəti gizlətmə və törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla oğurluq, həmçinin cinayət etməyə cəhd maddələri ilə də əlavə ittihamlar irəli sürülür. Mərhumun oğlu da yenidən dindirilir və ifadəsində bildirilir ki, həmin gün o evə qayıdarkən küçənin tinində Şəhriyar Tapdılovla rastlaşır və o da ona salam verərək keçir. Bu hal istintaqın Şəhriyar Tapdılov ətrafındakı şübhələrini daha da artırır. O dindirilmə zamanı həmin vaxt orada olduğunu təsdiqləyir, mobil telefonunu gecədən söndürdüyünü və həmin ərazidən keçərkən təsadüfən yandırdığını deyir və bu barədə əlavə hansısa məlumatın olmadığını bildirir. Şəhriyar maşın təmiri sexində işləyirdi. İstintaq zamanı onun ətrafı araşdırılarkən işlədiyi sexin sahibi müəyyən olunur və dindirilən zaman həmin şəxs bildirir ki, həmin dövrdə, yəni qətl baş verən dövrdə Şəhriyar Tapdılov gecələr sexdə qalırmış. Belə ki, sex sahibi işə gələndə maşınlara məxsus oturacaqların çöldə olduğunu və üzərində kiminsə yatdığını görür. İşçilərdən soruşduqda isə onlar deyirlər ki, Şəhriyar gecələr artıq sexdə yatır. Həmin günlərdə Şəhriyar 2-3 gün fasiləsiz olaraq sexdə qalıbmış. Sex sahibi buna etiraz olaraq burada yatmaq olmaz, burada it də yatmaz deyir və niyə burada yatdığını soruşur. Şəhriyar isə güya işlərinin çox olduğunu, onları bitirə bilmədiyinə görə evə getmədiyini, ona görə də gecələr işdə qalaraq işləməli olduğunu bildirir. Daha sonra sex sahibi ifadəsində qeyd edir ki, həmin dövrdə Şəhriyarın alnının bir hissəsində də çapıq var idi və o çapığı yara yapışqanı ilə örtmüşdü. Ondan bu xəsarətin necə yarandığını soruşduqda Şəhriyar motosikletlə əmisi oğlu ilə hərəkətdə olarkən güya qəzaya düşdüyünü bildirmişdi. Bundan sonra Şəhriyarın əmisi oğlu da dindirilir. Yəni istintaq təzələnəndən sonra əmisi oğlu da dindirilir və ondan ifadə alınır. O, Şəhriyarın dediklərini tam təzyiq edir və onun heç vaxt motosikletə minmədiyini, qəzaya düşmədiyini bildirir. Artıq bütün bu faktlardan sonra Şəhriyar Tapdılov ifşa olunduğunu anlayır və könüllü şəkildə səmimi ifadə vermək istədiyini bildirir. O şübhəli şəxs qismində yenidən dindirilərkən artıq həmin məşum günü danışmaqdan başqa çarəsi qalmır. O qeyd edir ki, həmin gün təmir zamanı istifadə etdiyi əlcəkləri geyinib, başına tanınmamaq üçün papaq qoyub, qara gödəkçə geyinib və özünün dediyi kimi ifadə etsək, pəncərəni və seyfi qırmaq üçün dəmir link götürüb, yəni insan öldürmək üçün yox. Yaraqlanan bu mənfi qəhrəman bir zamanlar Nadir Şahın şərəfli əsgərlərin getdiyi yolla piyada Masallı rayonundan Hüseyn Hacılı kəndinə yollanır. Bu mənfur düşüncələrlə və kimin evinə girərək oğurluq etmək niyyəti ilə yola çıxılan bir mənfi səfər idi. Şəhriyar həmin gün gödəkçəsini, əlcəklərini və dəmir lingi Yadigar müəllimgilin məhəlləsinin içərisində yerləşən yaşayış olmayan qonşu həyətində gizlədir və sonra evinə qayıdır. Həmin gün gecə saatlarında o istifadə etdiyi mobil telefonu söndürür. Ertəsi gün səhər saatlarında qonşunun darvazası olmayan həyətindən gizlətdiyi gödəkçəni və əlcəkləri götürmək üçün içəri girir, geyinib çölə çıxır. Yadigar müəllimgilin darvazası həmin vaxt açıq olduğundan o heç bir çətinlik çəkmədən həyətə daxil olur. Bu zaman ailənin oğlu Samir Şəmmədov avtomobillə həyətə daxil olduğuna görə bir qədər gözləməli olur. Samir həyətdən çıxandan sonra evdə heç kimin qalmadığına əmin olur. Çünki səhər saatları olduğundan müəllimlər məktəbdə olmalı idi. Hələ günorta olmamışdı. O qapısı açıq olan evin birinci mərtəbəsinə girir. Şəhriyar evə girdikdə əvvəlcə sağdakı dolabı axtarır. Sonra soldakı qapını açaraq içəri keçir.
Otaqda bəzi əşyaları dağıdır, bəzi şeylər tapır və geri çıxanda mətbəxdə olan Aida xanım evdə kimsə olduğunu hiss edir. Qadın zal tərəfə keçəndə onlar üz-üzə gəlirlər. Qadın Şəhriyarı bir vaxtlar dərs dediyi şagirdini tanıyır və onun yaxasından tutaraq qışqırır ki, burada nə azarın var, burada nə axtarırsan? Şəhriyar qadının qışqırdığını görür, onu yumruqla vurur. Zərbənin təsirindən qadın yerə yıxılır və dişləri qırılır. O qalxmağa çalışanda Şəhriyar artıq lingi götürərək onun başına 4 zərbə endirir. Sonradan istintaqa verdiyi ifadədə Şəhriyar bildirir ki, Aida Şəmmədovanı əvvəlcədən öldürməyi planlaşdırmamışdı. Lakin dediyi kimi, həm kəndisi ilə üz-üzə qaldığı anda çox asanlıqla qatilə çevrilir. Evə girdiyi qapıdan çıxmağın təhlükəli olduğunu bildiyi üçün heç kimin onu görməməsi məqsədi ilə qonşunun yaşayış olmayan həyətinə doğru keçib. Evin pəncərəsindəki toru itələyərək çölə çıxıb, hasardan aşaraq qonşu həyətə keçib və dəmir lingi qonşu həyətindəki istifadəsiz ayaq yoluna atıb. Gödəkçə və əlcəkləri də ayaq yolundakı tavanın altında gizlədərək kəndi tərk edib. Meşəli tərəfə doğru getdiyi vaxt telefonunu aktivləşdirib. Daha əvvəl avtomobil təmiri üçün müraciət edən tanışına zəng edərək onu olduğu yerə çağırıb, onun maşınına minmiş və Masallı şəhərinə doğru Sexə yollanmışdı deyə qeyd olunur ifadədə. Və beləliklə o, təqzib olunmaz izi də məhz telefonu yandırmaqla qoymuş olur. Yolda Şəhriyarla salamlaşaraq onu yanından ötüb evə gələn mərhumun oğlu evə girdikdə anasını qan içində xırıldayarkən görür. Hamı əvvəlcə Aida xanımın yıxılıb xəsarət aldığını düşünür və təcili tibbi yardıma zəng edir. Təcili yardım gəldikdə qadının başında bir neçə ağır travma aşkar olunur və bəlli olur ki, qadın başına yetirilən 4 küt alətlə vurulan zərbədən sonra dünyasını dəyişib. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqət istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsi ilə əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Beləliklə, Şəhriyar Tapdılovun törətdiyi cinayət əməli onun öz etirafları, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər faktiki halları ilə tam təsdiq olunur. Cinayət işi Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Şəhriyar Tapdılov törətdiyi əmələ görə 18 illik azadlıqdan məhrum etmə cəzası alır.